Azərbaycanda doğuş zamanı ürəyi dayanan qadın dirildi. Övladı isə tükürpədən hadisə. Ağdam rayonunda doğuş vaxtı kliniki ölüm keçirən 21 yaşlı qadın həyata qaytarılsa da bətnindəki döl tələf olub. Reportun Qarabağ bürosu xəbər verir ki, Ağdam Mərkəzi rayon xəstəxanasında doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Yusifova Fatimə Məzahir qızının halı qəfil pisləşib. İlkin müayinə zamanı onun öldüyü müəyyən edilib. Həkimlərin yardımı sayəsində Yusifovaya tibbi müdaxilələr edilərək onun ürək fəaliyyətini bərpa eləmək mümkün olsa da bətnindəki döl tələf olub. Hazırda Fatimə Yusifovanın səhhəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.